Ümumiyyətlə o videonu mən sizə göstərərdim, göstərə bilmədim də, belə nümayiş etdirə bilmədim. Amma azından Paşinyanı göstərirəm ki, burada məhz həmin yerdə Paşinyandır da. İndi burada sadəcə fotosunu göstərirəm. Demək, bir kilsəni ziyarət edib. Mən də gördüm orada bir oğlan belə biraz deyəsən bığı da olmalıydı. Telefonundan belə səslər gəlirdi. Demək, Ermənistanın baş naziri Nikol Paşinyan İstoniyanın paytaxtı Tallində kilsəni ziyarət zamanı maraqlı hadisə ilə üzləşib. Təbii ki, bizim bir Azərbaycanlı olduğumu göstər. Orada da Azərbaycanlı olduğunu göstərib. Demək, mən istinad edirəm Bakı Newsə. Paşinyan dini məkana daxil olarkən ətrafdakı şəxs tərəfindən nə oldu Paşinyan meyxanası səsləndirilib. Amma maraqlıdır ki, burada videonu tapdım deyəsən. Demək, səsləndirən onun səfəri və fəaliyyətinə etiraz əlaməti kimi qiymətləndirilib və müxtəlif istifadəçilər tərəfindən paylaşılan videolarda əks olunub. Burada yoxdur. Mən çox istəyərdim ki, o videonu... Ne oldu Paşinyan? Bax, yenə də deyirəm. Azərbaycanlı olduğu, bax, göstərdim. Azından bunun özü də bir mübarizə yoludur. Azından bunun özü də vətənpərvərlikdir. Azından bunun özü də bir Azərbaycan kişisinin güclü, qüdrətli, musiqisinin də güclü, qüdrətli olduğunun bir, belə deyərdim, bariz nümunəsidir.